Uşaqlar baxaq 8-ci suala. Verilib ki, bu funksiya üçün J3 plus J mənfi 3-ü tapın. İlk öncə J3-ü tapaq, sonra J mənfi 3-ü tapaq. J3 yazsam, yəni J3 bizə nə verəcək? J3 bərabərdir. 2 vurulsun. X-ların yerinə artıq 3-lə əvəz etdim axı. J3-ü tapıramsa X-ların yerinə 3 yazmalıyam. 2 vurulsun 3-ün kvadratı, plus 7 vurulsun 3, çıxılsın 5. Bu bizə neçə verir? 9, 2, 18, üstə gəlinsin. 21-dən də 5-i çıxıram, 16. Deməli olacaq 34. J3 bizə verdi 34-ü. Plus, indi J mənfi 3 axtaraq. Yenə X-i artıq mənfi 3 ilə əvəz etdiyim üçün X-ların yerinə mənfi 3 yazacağım. Mənfi 3 yazacağım. Yəni olacaq 2 vurulsun mənfi 3-ün kvadratı, plus 7 vurulsun mənfi 3, çıxılsın 5. Bu bizə, yəni mənfi 3, baxın buna diqqət edin uşaqlar, var mənfi 3-ün kvadratı. Bu mənfinin aidiyyatı yoxdur, elə mənfi qarşıda qalır. Bir var mənfi 3-ün kvadratı. Bu nə deməkdir? Mənfi 3 vur mənfi 3, yəni müsbət 9. Başa düşürsünüzmü? Yəni bu elədi 9, 9 işin yenə 18, çıxılsın, çünki üstə gəlinsin, bu bizə mənfi 21 verir axı. Çıxılsın 5. Bu da neçə eləyəcək? Deməli, bu eləyir mənfi 3, mənfi 3 çıx 5, mənfi 8. Yəni 34 üstə gəlsin mənfi 8. Yəni 34 çıx 8, 26. 8-in cavabı olacaq 26. Bu suala baxarsınız.